Salam, hər vaxtınız xeyir olsun. Bugün çox gözəl bir resept bölüşürəm. Bir çay qaşığı mayanın üzərinə su əlavə edib qarışdırıb qoyuram, maya aktivləşsin. 4 stəkan unun üzərinə duz əlavə edirəm. Hazırladığım mayanı və su əlavə edib yumuşaq bir xəmir hazırlayıram. 1 stəkan su götürmüşdüm. Sudan biraz maya hazırladım. Qalan suyu da xəmirə əlavə edirəm. Xəmiri də gözəl yoğurub 20 dəqiqə qoyuram dinlənsin. Xəmir dinlənərkən içlik hazırlayıram. Kəsməyin üzərinə şüyüd əlavə edib qarışdırıram. Bu qədər içlik də hazırdır. Həm asan, həm çox dadlı içlik olur. Xəmiri də 20 dəqiqə dinləndirdikdən sonra yenidən masanın üzərində yoğururam. Xəmiri 8 kündəyə ayırıram. Kündələyib unladığım taxtanın üzərinə düzürəm. Üzərini örtüb 20 dəqiqə kündələrdə dinləndirirəm. Kündələri də 20 dəqiqə dinləndirdikdən sonra unlayıb olduqca nazik, geniş bir yuxa yayıram. Yuxanı bu böyüklükdə yaydım. Üzərinə yağ çəkirəm. Yağı yuxanın hər tərəfinə çəkdikdən sonra bu şəkildə taxtayla şəkilləndirirəm. Xəmirin 2 hissəsini üst-üstə qoyuram. Üzərinə içlikdən əlavə edirəm. Qalan tərəflərini də içliyin üzərinə örtürəm. Bu şəkildə bütün kündələri hazırlayıram. Soba listinə düzüb üzərinə yumurta sarısı ilə yağ qarışımı çəkirəm. Burada yumurta sarısı ilə yağ qarışımını ona görə çəkirəm ki, üzərindəki qatlar da itməsin. Öncədən isitdiyim 180 dərəcəlik sobada 30 dəqiqə bişirirəm. Bişdi, artıq hazırdır. Bol içli, qat-qat, çox dadlıdır. İstər səhər yeməyini hazırlaya bilərsiniz. Şirin çayla çox ləzzətli olur. Bir xörək qaşığı mayanın üzərinə su əlavə edib qarışdırıb qoyuram, aktivləşsin. 500 qram unun üzərinə 1 çay qaşığı duz, 2 xörək qaşığı mayonez, mayalı suyu əlavə edib xəmir hazırlayıram. Xəmiri gözəl yoğurduqdan sonra 2 kündəyə ayırıram. Kündələrin üzərini örtüb 10 dəqiqə dinləndirirəm. 10 dəqiqə dinləndirdikdən sonra masanın üzərini unlayıb olduqca böyük, nazik yuxa yayıram. Xəmiri bu böyüklükdə yaydıqdan sonra kənara qoyuram, keçirəm ikinci kündəni yaymağa. İkinci kündəni də birinci kündənin ölçüsündə yayıram. Yuxaları yağlayıb üst-üstə yığıram.
Yağladıktan sonra bükürəm. Üzerini örtüb 1 saat soyuducuda saxlayıram. Keçirəm içlik hazırlamağa. İçlik üçün 4 ədəd kartofu doğrayıram. Üzərinə su əlavə edib qoyuram yumşalana qədər bişsin. Digər tərəfdə 1 ədəd soğanı doğrayıram. 2 ədəd şirin biberi də nazildib kub şəklində doğrayıram. Yaşıl biberdən də istifadə edə bilərsiniz. Biraz şüyüd və keşniş doğrayıram. Kartof da bişdikdən sonra püre halına gətirirəm. Soğanın rəngi dəyişənə qədər qovururam. Soğan qovruldu artıq. Üzərinə doğradığım biberi əlavə edib biberi də 4-5 dəqiqə qovururam. Biberi də 4-5 dəqiqə qovurduqdan sonra üzərinə kartof püresini, göyərtini, zövqə görə duz, istiot əlavə edib qarışdırıb qoyuram içlik, soyusun. Xəmiri də 1 saat soyuducuda gözlətdikdən sonra unlayıb bişirəcəyim soba listinin ölçüsündə uzun sov şəkildə yayıram. İçlik soyduqdan sonra xəmirin üzərinə yerləşdirib bu cür büküb hissələrə ayırıram. Bu xəmiri 6 ədəd hissəyə ayırıram. Öncədən də qeyd etdiyim kimi xəmiri soba listinin ölçüsündə yaymışdım. Üzərini örtüb yarım saatda bu cür mayalandırıram. Yarım saat mayalandıktan sonra dilimlərə ayırıram. İstədiyiniz ölçüdə edə bilərsiniz. Daha kiçik və ya böyük. Üzərinə isə yumurta sarısı, süd qarışımı çəkib küncüt səpirəm. Öncədən isitdiyim 180 dərəcəlik sobada 30 dəqiqə bişirirəm. Bişdi artıq hazırdır. Gözəl görünüşlü, yumuşaq, doyumlu, çox ucuz başa gələn kartoflu bulkalar alınır. Çox dadlı alınır. Videonu izləyib rəy yazan hər kəsə öncədən təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.